dədəm tikib gələrsiniz, siz deyərsiniz, mənim dədəm tikib, mən bunun ardını davam edirəm. Kimsən sən məndən alt soruşursan? Necə yəni? Kimsən sən? Obyektlərin mən villalarını sizə göstərəcəm. Bütün hər yeri zəbt ediblər. Yəni bizim bildiyimiz bunlardır, amma bəlkə də daha çoxları var. Bizim heç kimin nəyindəsə gözümüz yoxdur. Sadəcə olaraq biz istəyirik ki, biz o yarımçıq qalmış evimizi əlimizdən almasınlar. Biraz dayanaq. Dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bugün bu kanalımızda olan mövzudan fərqli bir mövzuda şəxsi mövzumla bağlı sizlərə məlumat verəcəm, xalqımıza məlumat verəcəm. İlk növbədə istəyirəm ki, mən özüm haqqında sizlərə məlumat verim. Düzdür, açığı mən istəməzdim bu mövzuda belə bir video çəkim, amma çox çalışdım. Bu məsələni başqa yolla həll eləyə bilmədiyim üçün artıq mən bu çəkişi eləmək məcburiyyətində qaldım. Özüm haqqında qısa məlumat verim sizə. Biz çox, yəni necə deyim, kasıb bir ailə olmuşuq. Atam müəllim olub və üzrlü sayım bir daha fərqli hisslərə qapıldım. Atam müəllim olub, anam zəhmətkeş evdar xanım və biz arxamda gördüyünüz, belə deyək də, baba ocağında böyümüşük. Atam da evin kiçiyi olduğu üçün, indi belə rayon yerində belə bir şey var da, ev kiçiyə qalır və biz 4 uşaq olmuşuq, 2 bacı, 2 qardaş. Atam kənddə müəllim işləyib, Azərbaycan dili, ədəbiyyat müəllimi, çox da gözəl bir insan olub. Onun indi şəkillərini də mən yerləşdirəcəm, baxarsınız. Sevimli müəllimlərdən olub və övladları üçün, onun üçün önəmli olan birinci növbədə Azərbaycan Respublikasına layiqli vətəndaş və savadlı, ali təhsilli olması olub. Çox çətinliklə bizi 4 uşaq olmuşuq. Mən düşünürəm ki, bilmirəm, Masalda varsa nə gözəl. Masallı, hal-hazırda da Masallı rayonunda oturmuşam, bu çəkişi edirəm. Varsa nə gözəl, amma bu da gözəldir ki, atam müəllimliklə 4 uşağının 4-ünü də oxutdurub. Hamımız universiteti oxumuşuq, şükür Allaha, hamımız da işləyirik. Qardaşım müəllimdir. Danışa bilmirəm. Danışa bilməməyimə səbəb var, indi onu sizlərə açıqlayacağım. Qardaşım müəllimdir, bacılarım müəllim işləyir hal-hazırda. Mən də jurnalist kimi fəaliyyətimi davam elətdirirəm. Mən də çalışdığım qədər xalqımıza, millətimizə bu jurnalist fəaliyyətimdə yaxşı bir işlər ortaya çıxardım. Misal üçün, mən bu layihəmi bilirsiniz, hərbi layihə, vətənpərvərliyi biz burada aşılayırıq. Xalq öz qəhrəmanlarını tanıyır. Digər bir layihəm var, hekayə qutusu layihəsi. Biz orada iş adamlarını çəkirik, onlardan müsahibə alırıq, insanlarda motivasiya, ilham yaradırıq. Yəni, fərqli mövzular da eləyə bilərdim, amma bizim tərbiyəmiz ona imkan verir ki, biz bu işləri həyata keçirək. Çox sizin vaxtınızı almayım, özüm haqqında qısa bir məlumat verdim.
İndi məsələ nədir? Mən bu videonu nə üçün çəkirəm? İndi birazdan qardaşımı da dəvət eləyəcəm öz övladları ilə bura. Buradadılar, gözləyirlər. Mən onları çağırım. Bizim atam məlumat verdim, baba ocağında qalıb. Sadəcə olaraq o da yəni çalışıb ki, özü üçün bir yer tiksin, ayrılsın. Biraz çox ailəli olublar da. Biraz kənarda, biraz aşağıda mən sizə orada da çəkiş eləyib göstərəcəm. Ev tikib, 89-90-cı illərdə o evi tikib. Sadəcə olaraq 2 mərtəbəli bir böyük bir evdir. İndi göstərəcəm sizə. Sadəcə olaraq o dövrdə pullar, Sovet hökuməti dağılıb, pullar dəyişib və s. və bildiyimiz kimi 90-cı illərdə Azərbaycan müharibə şəraitində olub, biraz yəni imkan olmayıb. O ev biraz yarımçıq qalıb. Sonra da atam özünə gələnə və s. uşaq, biz 4 uşağıq. Sonra da necə özünü toparlayana kimi uşaqlar böyüyüb və həmişə də bizə də deyirdi ki, mənim üçün birinci növbədə uşaqların ali təhsilidir. Və bizi oxudurub, indi bilirsiniz də hazırlığa gedir. Yəni birimiz universitet oxuyanda, birimiz hazırlıqda olub, ikimiz universitet oxuyanda, nə bilim, ikimiz hazırlıqda olub. Belənçiyinə. Və yəni o evi də bizə deyirdi ki, yəni mənim üçün ev önəmli deyil. Biz bu ata ocağında qalırıq. Yəni başımızı salmağa yerimiz var. Bizim üçün ev önəmli deyil. Yəni əsas sizin bir layiqli vətəndaş olmağınız və ali savadlı olmağınız önəmlidir. Bizi oxutdurdu və dedi ki, siz özünüz indi bu ev, belə deyək də, yenə də mən kiçik olduğum üçün, düzdür, şəhərdə yaşayıram, öz fəaliyyətimdən dolayı elə universitetə daxil olmuşam 2013-cü ildə və orada da yaşayıram, fəaliyyətimi davam etdirirəm. İndi bu ev mənə qalır deyə qardaşımı onu atam vəsiyyətləmişdi ki, o ev inşallah ki, qardaşım, fərqi yoxdur, mən qardaşım. Sadəcə olaraq indi bizim də imkanımız olmadığına görə qardaşım da yenə əsas odur ki, xoşbəxtdir. Mən pul xoşbəxtçilik deyil. Lazımlıdır, neysə bu ayrı bir mövzudur, amma bizim üçün belə xoşdur. Bizim orada evimiz, indi sizə kadrları göstərəcəm, orada da çəkiş eləyəcəm, evimiz yarımçıq qaldı, tikə bilmədik. Bizim arxamızda da bir qonşu deməyək, yəni o ad onlara yaraşmır. Onların da videosu var. Mən onları da sizə göstərəcəm. Kiçik bir paylaşım etmişəm. Sən kimsən məndən sən belə danışdın? Sən kimsən ki? O kimin Gözü var. lazım olacaq. O kimin lazım olacaq. O kimin lazım olacaq. O kimin oradan? Özü biz ada qoymaq ilə, gic deyə qoymaq ilə. Sən nə edirsən mənim adım? Kimsən sən məndən ad soruşursan? Kimsən sən? Kimsən də biz özünə bir deyil cavab vermirsən. Qardaş, götür bunu. Götür bunu. Yəni milyonçu adamlardır da. İndi onlar haqqında da ətraflı məlumat verəcəm. Bu günləri onların villaların, rayonda olan obyektlərin, zapravkaların, yəni yanacaq doldurma məntəqələrin falan hamısını çəkmişəm. Yəni jurnalist adamlıqda bizim də buna gücümüz çatır. Onlar elə bir ki, bizim orada evimiz var, həyətimiz var. Atamın indi sizə ekranda görəcəksiniz, şəklini də yerləşdirəcəm. Atam əyləşib, anamla orada gözəl, mən o şəkli çəkmişəm, belə bir samavar çayı falan qoymuşuq. O biraz tikili yəni tamamlanmadığı üçün, yaşayış olmadığı üçün, kasıb olduğumuz üçün eləyə bilmədik. İndi onların pulu çoxdur deyə bizim evimizi əlimizdən almaq istəyirlər, sökmək istəyirlər. Videoları var, mən sizə indi onları ara-ara harda lazımsa yerləşdirəcəm. Yəni bu bizi təhdid eləyirlər, bizim pulumuz çoxdur. Yəni bu mən dediklərimdə inanın ki, bir qədər şişirdilmiş, bəcərilmiş bir şey yoxdur. Videoları yerləşdirəcəm. Dəhşət pulları çoxdur və bizi təhdid eləyirlər ki, biz bu evə yəni sənəd düzəltmişik və s. Sənəddəki yadımdan çıxdı, indi bura qoymadım, onu da indi sizə göstərəcəm, oxuyacam, ekranda da göstərəcəm. Bizim öz sənədimiz var. Yəni biz bundan yəni arxayınıq. 2004-cü ildə atam sənəd alıb. Nəysə, bunlar da deyirlər, bizim pulumuz çoxdur, biz bura sənəd düzəltmişik, bu ev bizimdir, bizim orada həyətimiz var. İndi hamısını göstərəcəm sizə.
Bizi bundan təhdid eləyirlər ki, pulumuz çoxdur. Hətta indi sizə videonu yerləşdirəcəm bura. Mən uşaq olmuşam, qonşunun birini tanıyıram, birini tanımıram. Hətta biz orada balaca bir xırda iş görürdük. Bərpa işi görürdük, çəpər aşmışdı, oranı bərpa eləyirdik. Özlərinin düzəltdiyi çəpər. Gəldilər, yaxınlaşdılar. Hətta mən orada adını soruşdum. Mənə dedi ki, yəni biz kimisə adını soruşa bilərik də. Adını soruşdum, mənə dedi ki, sən kimsən ki, mənim adımı soruşursan? Kimsən sən məndən ad soruşursan? Necə yəni? Kimsən sən? Kimsən də biz özünə bir cavab vermir. Yəni bu insanların görün o qədər pulları çoxdur ki, o qədər nə deyim, mən bu mövzularda belə şey danışmaq istəmirəm, belə dediqodulu falan. Yəqin ki, özünüz qiymət verərsiniz bu məsələyə. Belə bir söhbətlər oldu. İndi mən burada qardaşımı dəvət eləmək istəyirəm. Qardaşım haqqında da sizə qısa məlumat verim. Qoy gəlsin, sizə elə məlumat verim. Şəms, sən gəl burada əyləş, əminin bu tərəfində. Bacı, gəl sən mən qucumda əyləş. Hə. Ay, maşallah. Hə, bu da mənim qardaşım Miryaqub müəllimdir. İndi o da dediyim kimi atam bizi 4 uşaq olmuşuq, 4-ümüzü də oxutdurub. Qardaşım da hal-hazırda müəllim işləyir. Onun da yəni necə deyim, biraz müəllimliklə çətindir. O da 3 övladı var. O da atam kimi onların tərbiyəsi ilə, nə bilim, daha çox onların indi necə deyim, biraz indi kənd yerində də çətindir də. Onlarla məşğuldur. Onun da imkanı yoxdur ki, o evi bərpa eləsin. İnşallah ki, Allah bir qapı açar, imkanımız olar, o evi biz bərpa eləyərik. İstədim qardaşımın da öz övladlarını, özünü görəsiz. Mənim indiyə kimi sizdən bir istəyim, xahişim olmayıb. İstəyirəm ki, bu məsələni siz mənə dəstək olasınız, paylaşasınız. Bu mövzu barədə, yəni demirəm, məsələn, kimsə pis deyəsiz. Sadəcə olaraq tam demokratik şəkildə bu mövzuya öz münasibətinizi şərh bölməsində bildirəsiniz, istəsəz paylaşı da bilərsiniz və s. Və mən buradan Masallı rayonunun icra hakimi Araz Əhmədov, biz ondan görüşməmişik, amma mən istəyirəm bir jurnalist kimi ondan görüşəm, onun qəbulunda olam. O da çox, yəni, sosial şəbəkələrdə gördüyümüz qədəri ilə, eşitdiyimiz qədəri ilə çox, belə necə deyim, cəmiyyət içərisində olan bir başçıdır. Əgər biz izləyirsə, mən buradan Masallı rayonunun jurnalisti kimi ona buradan öz salamımı, minnətdarlığımı göndərirəm ki, çox gözəl işlər görür Masallıda, istər şəhid ailələri, qazi ailələri və s. Yəni, çox təqdirə layiqdir. İstəyirəm ki, lazımı orqanlarda bunu görsün ki, pulla, imkanla kasıb bir ailənin, bax bu körpə balaların, bunlar da indi biz belə bir şey olub da, yəni elə bir vəziyyət olub ki, bizim adam evinə indi belə köhnə evdir də, adam evinə kimsə dəvət eləməkdə utanıb, həqiqətən bəzən elə bir vəziyyətlər olub ki, mən şəxsən utanmışam. Mən qeyd eləmədim, çox üzürlü sayın, mənim atam rəhmətə gedib, ömrü çatmadı, yəni bu işləri biz böyüyək, bizim bu xoşbəxtçiliyimizi görsün, biz də ona dəstək olaq. 57 yaşında böyrək çatışmazlığından çox uzun mübarizə apardı, rəhmətə getdi. Allah bütün ölənləri rəhmət eləsin, mənim atam da onların içərisində. Mən düşünürəm ki, bu balaca körpələrin gözəl də olmasa bir müəyyən qədər bu evdən
heç olmasa yaxşı bir ev olsun da. Orada üzrlü sayın. Orada böyüsünlər inşallah. Mən dəstək olaram o evi tikərik. Çox üzrlü sayın. Yəni imkanları var, pulları çoxdur. Onların bütün obyektlərin mən villalarını sizə göstərəcəm. Bütün hər yeri zəbt ediblər. Yəni bizim bildiyimiz bunlardır, amma bəlkə də daha çoxları var. Bizim heç kimin nəyindəsə gözümüz yoxdur. Sadəcə olaraq biz istəyirik ki, biz o yarımçıq qalmış evimizi əlimizdən almasınlar. Biraz dayanaq. Saxlama. O yarımçıq olmasın. Evimizi əlimizdən almasınlar. Biz bəlkə oranı bərpa elədik. O evdə atam çox əziyyət çəkib, şəkilləri qoyacam. Biz oranı çəpərləmişik, bir yerdə çəpərləmişik, palıd ağacları əkmişik, çəpər kənarında. Sadəcə olaraq atam qismət olmadı. Bu, nə bilim, nəsə bunu başa çatdıraq da alınmadı. İnşallah ki, alınar. Bilmirəm. İndi mən o evi də göstərəcəm, çəkişləri. Məsələ odur ki, bizi evi biraz biləcəyi çıxır, belə ağlaya-ağlaya danışmaq. Həsə hisslərə... Əslində, bugün ağlamaq belə bir fikrim yox idi. Sadəcə olaraq bacım Rusiyada olur, o mənə şəkil göndərdi. Atam, elə ki, o şəkli mən çəkmişəm, xəbərim yox idi da. Atam oturub, anam orada kitab oxuyur. Atam üçün. Mən də orada belə suyu vurmuşam, belə fontan kimi görürsünüz, hal-hazırda ekranda samavar deyəsən qaynatmışıq. O şəkli gördüm, mənə çox pis təsir elədi ki, yəni yaşaya bilmədiyimiz halda atam orada nələrsə eləməyə çalışırdı. Dərsdən gəlirdi, gedirdi ora, gedirdi ora. Yəni çox xatirələrimiz var da. Bunların da yenə deyirəm, mən elə danışmaq istəmirəm. Bunların pulu çoxdur, belədir, elədir. Biraz adam özünə yaraşdırmır. Belə biraz demagog kimi çıxır. Nə varsa, indi mən sizə çəkilişlə onu göstərəcəm ki, onların villaları, evləri, yəni hələ bizim bu gördüyümüzdür də, indi kənd yerində də hələ biraz qorxurlar şey eləməyə, tikib yaratmağa, evləri, öz uşaqlarının villaları. Kimdir bu? Mən biraz da məlumat vermək istəyirəm bunlar haqqında. Vidadi Məmmədov və Rauf Məmmədov Xanlaroğlu'da səhv eləmirəmsə. Vidadi Məmmədov hal-hazırda Masal Ərkivanda bütün əraziləri alıb. Alsın, biz bir söz demirik, onun pulu var, alır, ondan heç kimlə işimiz yoxdur. Heç kimlə işimiz yoxdur. Sadəcə olaraq bizim evimizi əlimizdən almasınlar. Gedmək istəyirsən? Fatiko gedmək istəyir, getsin. Ged balam, ged ananın yanına. Ağlama. Vidadi Məmmədov hal-hazırda obyektləri göstərirəm, siz görürsünüz. Mən çəkiş eləmişəm. Hal-hazırda Vidadi Məmmədov Masallı rayonunda indi yol idarəsində asfalt zavodu var, oranın rəisidir. Yəni adamın danışığını göstərəcəm də sizə. Kim nə danışmazsa, sənin yerin var burada, gəlib danışasın. Hərdən həyatın. Həqiqətən də. Sonra Rauf Məmmədov, o da yadınıza gəlirsə Qalib Məmmədov var. O da Masaldandır. Melisa Park yaşayış kompleksinin rəhbəri. Rayonda bütün obyektlər, yol qırağı obyektlər onlarındır. Bizim ondan işimiz yoxdur. Amma ondan işimiz var ki, bunların elə bil ki, necə deyim, belə hərəkətləri belədir. Yadınıza gəlir də bir video yayılmışdı. Gəlib Melisa Park o
evdə yaşayırlar, oranı ekskavatorla sökmüşdülər. O həmin Qalib Məmmədovun Rauf elə bir ki, yaxın qohumudur, bilmirəm tam olaraq dəqiq onların bacıları, bunlar da nəysə də çox yaxın qohumudur və Rauf Məmmədov bu ümumiyyətlə Melisa Parkın maliyyə şöbəsinin müdürüdür. Yəni bir növ Qalib Məmmədovun sağ əlidir və o qədər imkanları var ki, yenə deyirəm, mən bizi atamız elə bir tərbiyə öyrədib ki, biz biraz bəzi şeylər var, onları içimdə var, deyə bilmirəm. Amma demək istəyirəm ki, gözləri doymur da, yəni bir kasıbın evlərinin, villalarının evinin qarşısında ki, kasıbın yarımçıq qalmış evini əlindən almaq istəyirlər. Rauf Məmmədovun da videolarını yerləşdirəcəm. Onun necə kobud bir insan olduğunu sizə göstərəcəm. Sən kimsən məndən sən belə danışdın? Sən kimsən ki? O kimin yeridir? Lazım olacaq, tutulacaq, lazım olacaq, tutulacaq, lazım olacaq, tutulacaq. Özünüz ada qoymaq ilə, gicdiyə qoymaq ilə. Sən neyinsən mənim adım? Kimsən sən məndən soruşursan? Kimsən sən? Kimsən də biz özünə bir sual vermirik. Qardaş, götür bunu. Götür bunu. Siz yerinə qoy. Deməz axı kimsiz? Sən kimsən məndən sən belə danışdın? Sən kimsən ki mənim adım? Kimlə danışıram? Və onu da qeyd eləmək istəyirəm ki, mən bu işlər olmamışdan qabaq, çəkişi eləməmişdən qabaq dəfələrlə cəhd elədim ki, bunu biz sülh yolu ilə, qonşuçuluqla, indi məni kənddə çox sağ olsunlar, mənim hörmətimi saxlayırlar. Belə bir fəaliyyətlə jurnalist kimi yaxşı işlər görürəm və s. Onların gözündə indi mən də düşünürəm ki, yaxşı iş görürəm. Məni beləsinə görsünlər. Amma mən onların pulu çoxdur, nəsə sənəd almağa, nəsə eləməyə. Amma mənim də imkanım ona çatır ki, öz fəaliyyətimlə bu məsələni işıqlandırım. Yəni, bir də onu qeyd edeyim ki, yenə deyirəm, bizim heç nəydə gözümüz yoxdur. Bizə elə kasıbçılıq əsas odur ki, bu gül balaları, mənim də bir övladım var, indi yatıb deyə onu da gətirə bilmədik, biraz yatanda narahat olur. Uşaqları indi bu yayda burada olurlar, belə soyuqda şəhərdə olurlar, belə bir yaşayış tərzləri də var. Son model Lexus, son model sportivni BMW-lər sürürlər, özləri lüks maşınlar, nə bilim Land Cruiserlər falan sürürlər. Bizim yenə də onlarda gözümüz yoxdur. Sadəcə olaraq bunları bildirmək istəyirəm ki, xalqımıza imkanlı, varlı, milyonçu Rauf Məmmədov, Vidadi Məmmədov kasıbın evini əlindən güclə, pulla almaq istəyirlər. Və mən buradan müraciət eləmək istəyirəm. İndi hər şeydə bəzən olur, cənab prezidentə müraciət edirlər. Yəni, biz elə yox, biz lazımi orqanlara müraciət eləmək istəyirik ki, bu araşdırılsın, bu insan kimdir? Yəni, bu kənd yerində, rayon yerində yəni həqiqətən bitkiyə çörək tapır cəmaət öz işində, gücündə, təsərrüfatında bunlar bu qədər milyonlarla vəsaiti hardan gətirirlər, neynirlər, rayonu bütöv alıblar, paybəlli torpaqları kasıblardan alıblar, nə bilim, bir sənət düzəltmişik, biraz da pulzad verirlər. Yenə bu şeyləri yenə də danışmaq istəmirəm. Belə, indi mən əvvəldə göstərməli idim. Bu bizim evimizin sənədidir. İndi buradan göstərəyim, ekranı da yerləşdirəcəm. Bax, atanın qucağına keç. Burada göstərəcəm, görəcəksiniz sizdə ekranda. Qəbzdir, çekdir, bir dənəsin. Biz yəni qorxmuruq, bizim evimizin sənədi var hal-hazırda. Sadəcə olaraq bizi biraz təhdid eləyirlər ki, sizin sənədiniz heçdir, bizim pulumuz var, biz bura sənəd düzəltmişik və belə-belə ifadələr deyirlər. Hətta deyirlər ki, Rauf Məmmədov deyir ki, sizin bütün evinizi, eşinizi əlinizdən alacağıq. Lazım olacaq, tutulacaq, lazım olacaq, tutulacaq, lazım olacaq, tutulacaq. Yəni, bunlar sözdə yox, mən sizə videolarda bunları göstərəcəm. Yəni, necə bir insan olduqlarını. Heç onu atan da tikməyim, bilmirəm. O da gəl orada. Dədəm tikib gələrsiniz, siz deyərsiniz, mənim dədəm tikib, mən bunun ardını davam edirəm. Bir balaca oxuyum sizə, yenə də ekranda da göstərəcəm. 12 oktyabr 2004-cü il Masallı rayonu. Masallı rayonu Ərkivan kənd sakini Niftullayev Şərif Yaqub oğluna ev tikmək üçün həyatyanı torpaq sahəsinin satılması barədə
bunu verib Azərbaycan Respublikası Masallı rayonu Ərkivan Bələdiyyəsinin protokol nömrə 10 qərarı ilə, yəni Ərkivan Bələdiyyəsi verib. Nəysə, burada çox uzun yazılar var. Sonda peçat Masallı rayonu Ərkivan Bələdiyyəsinin sədri Yəhyayev, katib M. Kazımov. Bilmirəm adları nədir. Kazımov və Yəhyayev tərəfindən peçatlanmış bir sənəddir. Hər bir şey burada var. Səhifələr biraz çoxdur. Nə bilim, burada seçim aktı. Sonra akta, yəni burada bütün sənədlərimiz var da. İndi mənim o qədər də bu torpaq, ev sənədlərindən belə məlumatım yoxdur, amma bu bizim sənədimizdir. Dediyim kimi, mən bir daha sizin vaxtınızı aldım, üzrlü sayın, bu mövzu ilə bağlı sizi narahat elədim və buradan bir daha müraciət eləmək istəyirəm. İlk növbədə Masallı rayonu icra hakimi, gözəl insan Araz Əhmədov, mən inşallah onun da qəbulunda olacam. Bu məsələ uzansa, düşünürəm ki, o da rayon başçısı olaraq bir ziyalı ailəyə, müəllimə, jurnalistə bu mövzuda dəstək olar ki, milyonçu iş adamı kasıbın, torpağın, evini, torpaq deməyək, evini əlindən almasın. Çox sağ olun, təşəkkür edirəm.